Herkese salam dostlar. Sizinlə mən Rəhim Məmdə xatun. Gün çərşənbə axşamı mən gedirəm məktəbə və 2 dənə hazırlığa. Mən bu gün sizə öz vlogumu göstərirəm. Ona görə gəlin vlogumuza başlayaq. Elə heç nə, indi də səhərdir. Qrip olmuşum, Nakva Maris götürürəm. Spirt də, nəmli sağıtqa, bilmirəm, boğaz dərmanı götürdüm. Biraz xəstəyim. Maska taxımda. Nəfəs alamıram maskada. Mən gedirəm məktəbə. O ne gözüm oldu? Videoda. Yok heç nə dəyişmədi yoxsa. Amma axır daha da qəşəng oldu elə bir. Fiziki tərbiyə dərsi istədim biraz dərslərimlə məşğul olum. Oxuyacağım biologiyanı, insan ürəyi quruluşu, yəni ürəyin quruluşunu öyrənəcəm. Vaxtım qalsa istəyirəm ingilisini biraz öyrənim. Deməli, ingilis dilindən mən oxuyacağım tək və cəm isimlər. Biologiyanı yaxşı öyrəndim, oxudum. Evdən. Yorğunam. Amma belə də düz desəm dincəlməyə heç vaxtım yoxdur. Deməli saat 11 nə idi? 1. Mənim hazırlığım saat 2-də başlayır. Yəni 30-35 dəqiqəm var nəsə eləməyə. Biz hazırlaşıb çıxacağam. Riyaziyyatdan çıxacaqlar qaydasını təkrarlayacağım. Sinus, kosinusdur və Pifagor teoremini. İngilis dilindən isə məndə təkcə isimlər təkrarlamaq idi. Onları da mən bilirəm, öyrənmişəm. Məndə riyaziyyat hazırlığım saat 2-dən 4-ə, saat 2-dən 4-ün yarısındadır. Riyaziyyatım isə 4-dən 6-yadır. Yəni riyaziyyat nə dedim? Məndə riyaziyyatım saat 2-dən 4-ün yarısına qədərdən çıxacağam. Sonra bir dostumla görüşəcəm və ikimiz bir yerdə gedəcəyik ingilis dili. İngilis də saat 4-də başlayıb 6-da qurtarır. Mən də hazırlaşıram məşğələyə. Yəni get ready with me çəkirəm. Boz şalvar var. Qırmızı kofta. Ya bilmirəm bu nə deyirlər axı. Bu ceketi. Victoria's Secret və maska. Zorfas maskada nəfəs alamıram yəni. Mümkün deyil bu belə nəfəs almaq. Ha, bir də çantam. Fenomen. Müəllim deyəcək məsələn aktyor nətərdir? Aktyor. Ev sahibi nətərdir? Host. Yarpaq. Arvad yox, hərə. Vay. Sən nə öyrənirsən? Poticus refugis compotis artist. Hazırlıqdan çıxdıq, qayıdırıq evə. Mən də buradan gedə bilərdim, amma yol uzundur. Sağ ol. Bay. Bu mahnı səsi hardan gəlir başa düşmürəm. Ki bilmirəm, çox qəribə bir şey olur. Mən həmişə vlog çəkəndə o gün məndə çox gözəl alınır. Yəni bilmirəm. Həm bütün hazırlar da qəşəng keçir, həm məktəb günüm də qəşəng keçir. Mən bilmirəm bu nətər olur, amma həqiqətən nə vaxt mən vlog çəkəndə bütün bu gün çox maraqlı, gözəl alınır.
Axşam vaxtları park çox qəşəng görsənir. Belə çox bilmirəm, mən xoşuma gəlir. Nəsə göstərirəm. Bütün bir yola gedənə qədər tam dondum. Mən sadəcə istəyirəm indi gedim evə, ip isti çay içim. Yeməyimi də yeyim. Başqa heç nə istəmirəm. Bir də bu ikisini eləyim. Mən evə gəldim, biraz dincəldim və indi oturmuşam dərs etməyə. Düzü deməzdim ki, dərsim o xanə çoxdur, amma mən evə qayıtdım. Elə bir bəlkə 18:40, 18:45 nəsə oralarda olardı, yəni qayıtdım. İndi onlar 19:15 nəsə orası olardı. Gəlin sabahın dərslərinə baxaq görək məndə nə dərslər var, nəyə öyrənməliyəm. Azərbaycan dili. Azərbaycan dili çətin deməzdim, qayda olar. Qaydanı da mən bilirəm aslında. Sonra var riyaziyyat. Riyaziyyat artıq biraz çətin ola bilər, tapşırıqlar işləmə. Ədəbiyyatda müəllim bizə bir şeir vermişdi. Nəsmin şeiri idi. Biologiya, ürəyin quruluşu maraqlı mövzu, ona görə mən işə demirəm, mənə xoşuma gəlir. Və Azərbaycan tarixi. Azərbaycan tarixindən səhv eləmirəm, son 1-ci, 12-ci nəsə o mövzulardır. Axırı indi tez kitabları götürüm. Bu qədər. Məktəb dərslərim çox da çətin deyil. Yəni bilmirəm. Neçə 2 saata elərəm. Bəlkə də hə. Çünki orada şeir var, bir də belə öyrəniləsi bir fənlər də var, hansı öyrənmək lazımdır. 1 saat yarım heç olmasa məncə çatdıra bilərəm məktəb dərslərini. Hazırlıq dərsləri, biologiya, biologiya var. Deməli, molluskalar tipi. Molluskalardan da müəllim hamısını verdi. Amma heç də çox deyil. 1, 2, 3 səhifəli şeydir. Heç də problem deyil, oxuyarım. Sabah yenə biologiyam var. O biologiyada da biz keçmişdik. Heç nə, qan dövranı öyrənməliyəm. Qan dövranı da elə yaxşı öyrənib ki, mənim deyimlərim mən birinci danışım. İstəyirəm birinci danışım. Dostlar, bir də sizə bir şey demək istəyirdim. Mənə kömək eləyin sonraki video çəkmək. Belə bir spoiler eləyim. Sonraki video mən istəyirəm sual-cavab videosunu eləmək. Siz yorumlarda sual yazın, mən ona cavablandırım. Bu video olması üçün sizin suallarınız lazımdır. Ona görə yorumlara maraqlı suallar yazın və mən mütləq hamısını cavablandıracağam sonraki videoya. Arada məndə çox qəribə şey var ki, o qədər dərsim var, heç bilmirəm hansından başlayım. Lazım ki, dərsim o xanə çoxdur. Oydu, elə xırda yazmışam ki, yəni. Mən biləm, siz soruşmaq istəyirsiniz. Xatun, bu nədir? Nə yazırsan bura? Yəni sizə deyim. Buradan bura Nəsimli Yanaram şeiridir. Buradan belə isə nə haqda danışılır? Söhbət nədən gedir o şeirdə? Yəni söhbət bu qədər şeydən gedir. Axırı bu hamısını yazdım. Düzü müəllim deyir ki, bir dənə bunu, amma mən dedim özümdən bir əlavə də qurum. Söhbət nədən gedir də yazın. Bu hamısını da oxuyaram. Buna mənim 40-50 dəqiqəm gedir və mən indi başa düşdüm ki, mən 1 saat yarıma bu işi çatdırası deyiləm. Tarixindən 11-ci mövzu Nadir xan Əfşar. Buraları bilirəm. Elə bir qoy. Buranın ilk səhifəsini. Amma buralar artıq biraz qarma-qarışıq gəlir. Ən çox da buralar falan. Biraz unuduram elə bir yazı məsələ şey. Çox da uzun deyil, ona görə öyrənərəm. Biologiyadan da heç nə, elə ürəyin quruluşunu öyrənmişəm, ona görə problem deyil. Azərbaycan dilində oxumuşam. Azərbaycan dilində müəllim bizə təyin qaydasını verib. Sonra təyinə aid də yerindən cümlə yazmışam. Məktəb dərslərinin tezliyini qurtarım. İstəyirəm tezliyini qurtarım. Tezdə biologiyaya keçim. Bu biologiyada molluskaları oxuyacağam. Sonra oxuyacağam qan dövranını. Qan dövranı PDF-də, yəni mən əlbəttə ki, telefondan oxuyacağam və deyəsə çəkəcəm. Amma bu biologiyanı oxuyanda çəkəcəm. Bir də buradan da işləmək lazımdır molluskaları. 33 dənə sualına keçmək. Nə bir mənim gözümdə dərslərim çoxdur, amma baxanda deyirsən, ay nə az imiş. Belə momentləri mən çox sevirəm.
Mən indi başlayıram oxumaq. Tarixi. Bütün dərsəm qutarıb. Qaldı bir dənə qan damar sistemi. Saat görsənmir deyəsən 11:36-dır. Saat axşam 11:36-dır. Mənim rejimim deyəsən yenə pozulub. Dostlar, deməli mən biologiyadan qan damar sisteminin videosunu 12-15 nəsə oralarda axırı elə baxa bildim. Ağlıma indi yadıma düşdü ki, PDF-də var idi. Dərs oxusam heç nə başa düşməyəcəm. Amma yəni də daha deməzdim ki, ay nə qədər dərsim var. Heç bu dərsi də sabah deyə bilərəm, hazırlıqdan çıxanda. Yəni mən saat 4-də hazırlıqdan çıxıram. Hazırlığım da saat 7-də ya da 21:30-da olacaq. Yəni o vaxta qədər mən nətər o dərsi çatdırmayım. Günüm də maraqlı keçdi. Mənim günüm də xoşuma gəldi. Elə videoda demişdim ki, mən vlog çəkən günlərim niyəsə maraqlı olur, niyəsə qəşəng keçir, mənim xoşuma gəlir o günlər. Riyaziyyatı başa düşə bildim. Riyaziyyatda biz kvadrat köklərin, nəsə köklərə aid bir mövzu keçmişdik. Müəllim elə bütün mövzunu başa saldı bizə. Mən hər şey başa düşdüm. Hətta müəllim sual yazdı. O sual 2 dənə sualdan birisini yaza bildim, o birisini biraz yarımçıq yazdım. Ən vacibi müəllim baxdı deyir ki, düz yazmışsan birincisini. Axırı dostlar, bugün də bir addım irəli getdim. Çox kiçik biri olsa da amma çox vacib idi. Axı böyük nəticələr həmişə kiçik addımlarla başlayır. Belə. Məndən də belə bir sözlər eşitdim. Mənalı bir cümlə idi ona görə. Dedim başa düşürsünüz nə demək istəyirdim. Dostlar, və videonun sonu belə çatdım. Ümid edirəm hər biriniz video bəyəndiniz. Bəyəndinizsə like atıb, yorum yazıb və abunə olmağı unutmayın. Sizinlə mən Rəmin Mömin xatun. Görüşənədək. Yatmaq istəyirəm. Mən gedim yatım. Gecəniz xeyrə qalsın.